Çin avtomobilləri üçün ehtiyat hissələri bazarında qiymətlər yenidən kəskin dəyişib. Satıcıların sözlərinə görə bəzi məhsulların qiyməti qısa müddətdə 2 dəfədən çox artıb. Əsas səbəblər arasında bazarda məhsul qıtlığının yaranması göstərilir. Çin avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlı deyir ki, son günlərdə Hörmüz boğazında yaranan məhdudiyyətlərin fonunda həm məhsul qıtlığı, həm də qiymət artımı müşahidə edilir. Qiymətlər hansı məhsullarda və nə qədər artıb? Demək olar ki, bir az qalxmışdır, daha yenə də olaraq 25-30% bahalaşma müşahidə olunur. Ən çox da bu olunanlar Çin avtomobilləri ilə bağlıdır. Bütün ehtiyat hissələrində demək olar ki, bahalaşma baş verir. Ehtiyat hissələrin gətiriləməsi çox bir vaxt alır və ehtiyat hissələrdə həddindən artıq qiymətlər artıb. Bu da ki, müştərilərin, sürücülərin bir daha olaraq narazılıqlarına gəlir, səbəb olur. Əyləc dayağı, bu da əyləc qəlbidir. Bəli, hər ikisində qiymətlərində artım var. Bunun cütü 100 manat idisə qarşıdın, bugünkü gündə olub 130 manatdır. Əvvəl bunun Azərbaycana gətirilməsi 25-30 manat idi, artıq bu günlərin bunun satışı 55-60 manatdır. Bu qədər artıq fərq olur. Stoklarda mallarımız azdır. Satıcılar bildirirlər ki, məhsulların Azərbaycana çatdırılması üçün əvvəlki marşrutlardan fərqli, dolayı yollardan istifadə edilməsi də əlavə xərc yaradır. Yəni, gərginliyin beynəlxalq yük daşımalarına təsir etməsi sonda idxal edilən məhsulların qiymətində birbaşa özünü göstərir. Tural Rəhmanlı deyir ki, ambar ehtiyatlarının azalması və tələbatın yüksəlməsi də qiymətlərə təsir edən amildir. Bax, göstərdiyim bu askı sistemlərindən gedir söhbət, orijinallığına əsasən olaraq qiymətində də fərq var. Gəlmə vaxtı da bir aya gəlib çıxıb. Demək olar ki, bizdə bundan göstərdiyim kimi 5-6 korobka qalıbdır. Bu gördüyünüz kimi sayla baxaraq bizim stokumuzda olan mallar qarşı amarda askı sistemləridir. Bəli, bunlar 4 ədəd qalıbdır. Bunların da qiymətində artım müşahidə olunur. Bax, hava filtrləri, əsas bunları sizə bildirim ki, hava filtrlərinin burada satışı 5 manatdır. Bunun orijinal olduğuna görə 15 manatdır. Və elektron mallarda da ümumiyyətlə olaraq daha askı sistemindən çox elektron malların həm zəmanətini verilmirlər, həm də qiymətlərinin bir nə qədər artması müşahidə olunub. Elektron mallar ümumiyyətlə artıb. Askı sistemlərindən daha çox elektron malların qiymətləri qalxıb. Onlar nə qədər artıb? Onlar da hardasa bir 50% qalxıb demək olar. Bahalaşma yalnız yeni ehtiyat hissələri ilə məhdudlaşmır. İkinci əl hissələrin qiymətində də oxşar tendensiya müşahidə olunur. Bəzi detallarda 15-20%-ə qədər artım var. Qiymət artımı nə vaxta qədər davam edəcək? Mütəxəssislərin fikrincə, bu əsasən daşınma marşrutlarındakı vəziyyətdən asılıdır. Hörmüz boğazında gəmilərin hərəkəti və logistika xərci normallaşarsa, ehtiyat hissələrinin qiyməti də yenidən stabilləşə bilər. Ramal Abdullayev, Əli Ələkbərov, Xəzər xəbər.